Bismillah, Allahın adıyla. Danışmaq istədiyim mövzu araşdırmalarımdan biri olan Quran kodlanmasında Allahın seçimlərindən sadəcə biri 7 ilə 19 haqqındadır. Qurani-Kərim kitabının daxilində ən məşhur və mənə görə ən maraqlı riyazi nizamlarından biri 7 ilə 19 kombinasiyasıdır. Bu yöndə olan araşdırma hesablamaları məni qane edəcək səviyyədədir. Lakin məni vaxtilə düşündürən məsələ isə niyə məhz 7 ilə 19 Allah tərəfindən seçilməsi olmuşdur. 15-ci surə Hicr surəsinin 87-ci ayəsi. Biz sənə təkrarlanan ikilidən 7 və böyük Quranı verdik. Ümumiyyətlə Qurani-Kərim kitabından necə araşdırma aparıldı və necə qənaətə gəlindi ki, təkrarlanan ikilidən 7 və böyük Quranda nəticə olaraq 7 və 19 çıxdı. Biri açıq aydındır. Təkrarlanan ikilidən 7, bu 7 və 19. 19 haqqında mən ilk videomda danışmışdım. Fatihə surəsində Sadət nizamı haqqında. Sadəcə olaraq dərinliyinə qədər izah eləsəm, vaxtımız çox gedəcək. Ona görə də hələ ki bu məsələyə kitabda toxunulub deyərək üzərindən keçirəm. Bəzi az sayılı 7 ilə 19 haqqında nümunələr verib, sonra keçid edəcəm əsas danışmaq istədiyim mövzuya. Qurani-Kərim kitabının sıralanmasına görə kitabı açdıqda birinci surə Fatihə surəsidir, 7 ayədən ibarətdir. Qurani-Kərim kitabının nazil olmasına görə baxdığımız zaman birinci surə Ələq surəsidir, 96 surədə sıralanmasına görə 19 ayədən ibarətdir. Demək əzizlərim, kitabı açan kimi birinci surə 7 ayədən ibarətdir, nazil olmasına görə birinci surə 19 ayədən ibarətdir. Qurani-Kərim kitabının adı çəkilən birinci natural ədəd 7, ikinci surə Bəqərə surə 29 ayəsində keçir 7 göy ifadəsi ilə birinci adı çəkilən natural ədəddir. Sonuncu adı çəkilən natural ədəd 74-ün sonra 30-cu ayəsidir, onun üzərində 19 var. Bunun kimi daha da maraqlı faktlar o qədər siyahı vermək olar ki, bu haqda qismət olsa ayrıca toxunaram. O qədər natural ədədlər varkən, Rəbbimiz nədən 7 ilə 19 seçməsi düşüncəsi ağlıma gələn kimi başladım araşdırmağa. Məni tanıyanların əksəriyyəti bilir ki, zaten riyazi yöndən araşdırma aparan biriyəm. Düstur və nəzəriyyələrim mövcuddur. İnsanlar mənim haqqımda riyazi biliyimi o qədər tərif edirdilər ki, elə ifadələr səslənirdi ki, vaxtilə haqqımda. Açıq şəkildə bildirirəm ki, yalnız və yalnız daxilimdə azca olsa təkəbbürlük yaranmışdı. O hansı araşdırmalarım idi? Qismət olsa gələcəyinə ona da ayrıca toxunaram. İnsanlar mənim hesablama metoduma, özümdən çıxardığım düsturlara o qədər təəccüb edirdilər ki, yazı olmadan beynimdə hesab deyərkən mənə qarşı gözlədiyimdən artıq təəccüb yaranırdı. Lakin mən Qurani-Kərim kitabı ilə tanış olandan sonra o hissləri keçirirdim dəfələrlə. Nəinki düşüncələrim təəccübdən dolayı donurdu. Özüm də dəfələr oldu ki, donma reaksiyası keçirdim. Həmin araşdırmalarımdan hissə-hissə mövzu şəkildə paylaşımlar edəcəm inşallah. İlk öncə onu qeyd edim ki, yanaşma metodum Fatihə surəsindəki kimi sadə ədəd yönündən olacaqdır. Çünki natural ədədin hansı natural ədədə bölünməsinə təqdim edərkən bəzi insanlar bu cür məqalələrə paylaşma məcazi mənada söyləsək, üzlərini çevirib görməzliyə və unutqanlığa vururlar özlərini. Lakin sadə ədəd bu cür deyil. Çünki istənilən uzunluqda natural ədəd söyləsəm ki, təkidlə sadə ədəddir, ağla gələn ilk öncədən bilib bizə söyləyir. Proqram olmadan istənilən uzunluqda natural ədədin sadə ədəd olmasını təkidlə söyləmək qeyri-mümkündür. Adicə onu bildirim ki, ilk paylaşım etdiyim Fatihə surəsində sadə ədəd nizamının sonuncu araşdırmamı yazıya keçirib, proqramda təkrar yazanda rəqəm yazısı olaraq səhv yazmışdım. Amma proqramda təsdiqini görmüşdüm deyə heç cürə yazı səhvini görmürdüm. Yəni mən əskəriyyətdən gələndən sonra bu məsələni araşdıranda sadə ədəd gördüm. Proqram mənə sadə ədəd olmasını təsdiq verdi. Amma mən sizə bunu danışmaq istəyəndə, bunu iki yazıya keçirəndə sadə ədəd olmadığını mənə göstərdi. Mən təəccüb elədim ki, mən təsdiqini görmüşdüm axı. Yazıda olan səhvimi görmək, tapmaq. Yəni mən orada elə bil ki, 21 yazmaq əvəzinə 31 yazmışdım. Əlim dəymişdi, səhv yazmışdım. Onu 2 ilə 3-ün mən onu görmək mənim düz 4 günümü aldı. Yəni çünki rəqəmlər arzu olanda bir-birinin içərisinə girirsən, onu görə bilmirsən.
4 günün olmalıdır. Hətta həmin uzunluqda naturalda 222 rəqəmli natural ədəddir. Sadət olmasının təsdiqini hal-hazırda özümdə saxlamışam. 4 fərqli proqramdan təsdiq bəlgəsi var. PDF halında saxlamışam. Təqdimat eləməyə hər zaman hazıram. Çünki insanlar ola bilər, deyir ki, bu sadə ədəd deyil, PDF şəklində proqramlar yolu ilə saxlamışam özümdə. Diqqətimi ilk öncə çəkən məqam 7 il 19 haqqında. Hər ikisi də sadə olmasıdır. Başlayaq mənim araşdırmam olan 7 il 19-a qeyd edəcəklərimdən başqa. Heç bir iki natural ədəd arasında olmayan maraqlı əlaqə bunlardır. 7 il 19 sadə ədədlər siyahısına mövqeyinə baxaq. Baxın əzizlərim, bax. Sadə ədədlər belə başlayır. 2, 3, 5, 7, 9, 11, 13 uzun uzadı gedir. Sadə ədəd burada hansıdır? 7 il 19. Bunları fərqləndirdim. 7-yə qədər sadə ədədlərin ardıcılığı 2357, 2357 sadə ədəddir. 7-19 arasındakı sadə ədədlərin ardıcılığı bu uzunluqla natural ədəd yenə sadə ədəddir. 7-yə qədər sadə ədədlərin cəmi 2357. 7-ci sadə ədəddir. Yəni 17 eləyir cəm. 7 ilə 19 arasındakı sadə ədədlərin cəmi 67 eləyir 19-cu sadə ədəd. Yəni 7-yə qədər sadə ədədlərin cəmi 7-ci sadə ədəddir. 7-19 aralığında sadə ədədlərin cəmi 19-cu sadə ədəddir. 2357 sadə ədəddir. 7-19 arasındakı olan o uzun rəqəm var. Həmin ədəd də sadə ədəddir. Baxın, proqram yolları ilə təsdiqi. 7-yə qədər sadə ədədlərin cəmi ardıcıllığı sadə ədəd. 7-19 arasında sadə ardıcıllığı sadə ədəd. Cəmində yoxlaya bilərsiniz. 17, 7-ci sadə ədəddir, 67, 19-cu sadə ədəd. Ondan əlavə də ki, ilk sadə ədəd 2-dir. Bizim fərqləndirdiyimiz natural ədəd hansı 7-dir. 2 ilə 7 aralığına 2, 7 fərqləndirmişik axı. 2350, yəni sadə ardıcılığını yazanda da sadə ədəddir. 2 ilə 19 arasına 2-dən 19-a qədər natural ardıcılıq yazanda da sadə ədəd. Yəni bu cürə ardıcıllıq başqa heç bir natural arasında yoxdur. Mənim araşdırmalarım çoxdur, sadəcə mövzu çox uzanmasın deyə qısa-qısa. Məsəl üçün ilk paylaşmam Fatihə surəsində hərf sayında sadə ədəd bildirdiyim halda söz sayında toxunmadım. İndi ona qısa olaraq toxunum. Zahiri görkəmə baxın. Birinci surə Fatihə surəsinin. Birinci ayəsi 4 sözdən ibarətdir. İkinci ayəsi 4 sözdən ibarətdir. Üçüncü ayəsi 2 sözdən ibarətdir. Dördüncü ayəsi 3 sözdən ibarətdir. Beşinci ayəsi 4 sözdən ibarətdir. Altıncı ayəsi 3 sözdən ibarətdir. Yeddinci ayəsi 9. Bax, zahirdir bax. Birinci surə, birinci ayə, ardıcıllıq bunlardır. Zahiri görünüşdür sadəcə. Burada olan bütün sözləri çıxın. Yerdən hansı rəqəmlər qalır? 1, birinci surənin sıralaması 1, 4, 2, 4, 3, 2, 4, 3, 5, 4. Yəni sözləri çıxın. Birinci surənin yanına hər bir ayənin söz saylarını yazsaq alınan natural ədəd sadə ədəddir. Elhamdülillah. Belə bir təsadüf ola bilər. Daha da maraqlı nədir? Biri qoyduqda başa, birinci surə Fatihə surəsi, onun sıra nömrəsidir. Ancaq cümlə şəklində qoyuruqda. Birinci surə Fatihə surəsi, bu bir başda. Birinci surənin birinci ayəsi 4 sözdən ibarətdir. Birinci surənin ikinci ayəsi 4 sözdən ibarətdir. Birinci surənin üçüncü ayəsi 2 sözdən ibarətdir. Birinci surənin dördüncü ayəsi 3 sözdən ibarətdir. Birinci surənin beşinci ayəsi 4 sözdən ibarətdir. Birinci surənin altıncı ayəsi 3 sözdən ibarətdir. Birinci surənin 7-ci ayəsi 9 sözdən ibarətdir. Yəni birinci surənin yəni bu sıra nömrəsidir. Məsələn bu başqa bir şey olsa başqa rəqəm qoyur. Birinci surədir. Birinci surənin yanına o ki dediyim ifadələr var. Birinci surənin birinci 4 sözdən ibarətdir. Fatihə surənin sıra nömrəsi hər birinin ayənin əvvəlinə təkrarən yazıb söz sayını yazsaq alınan natural ədəd yenə sadə ədəddir. Bu cürə təsadüf ola bilməz. Yəni mən özüm dini araşdırmaya keçməmişdən əvvəl mənim öz araşdırmalarım var, digər məsələlər var. Yəni mən bu şeylərə təsadüfə baxa bilmərəm. Yəni, təsadüfə baxmaq çox ağılsızlıqdır. Nəyə görə ağılsızlıqdır?
Çünki səadət elə bir şeydir ki, yəni təsadüfən belə bir nizam sadəcə gəlib çıxması bu sözü kimə deyirsiz? Məncə gülər. Yəni mən tipdə, mənim düşüncədə olan insanlar üçün deyirəm ki, yəni gülərlər. Araşdırmanı sevən, riyaziyyata meyilli olan gülərlər sadəcə. Ondan da əlavə məqalələr çoxdur, yazdığım məsələlər çoxdur. Sadəcə səthi olaraq hissə-hissə deyirəm ki, video uzun çəkilməsin, dinləyənlər də biraz sıxılmasın. Qurani-Kərim ilk və son surəsi haqqındadır. İlk surə hansıdır? Birinci surə Fatihə surəsi. Fatihə surəsinin birinci ayəsi 4 sözdən ibarətdir. 2, 4, 3-cü ayəsi 2 sözdən, 4-cü ayəsi 3 sözdən ibarətdir. 5-ci ayəsi 4 sözdən ibarətdir. 6-cı ayəsi 3 sözdən ibarətdir. 7-ci ayəsi 9 sözdən. Bu Fatihə surəsinin söz zahirən birinci surə. Ən axırıncı surə hansı? Nəs surəsi. Nəs surəsinin birinci ayəsi 4 sözdən ibarətdir. 2-ci ayəsi 2, 3-cü ayəsi 2, 4-cü ayəsi 4, 5-ci ayəsi 5, 6-cı ayəsi 3 sözdən ibarətdir. Qurani-Kərim kitabının ilk və son surələrin ayə nömrələrinin cəmi 49. Yəni ayə nömrələri hansı? Məsələn, 1-ci ayə 2, 3, 4, 5, 6, 7. Bu birinci ayə nömrələri bunlardır. Bunların cəmi 1, 2, 3, 4, 5, 6. Bunların da cəmi 49-dur. Qurani-Kərim kitabının ilk və son surələrin söz saylarının cəmi. Birinci surə 4 sözdən ibarətdir. 2 də 4-dür, 3 2-dir, 4 3-dür, 5 4-dür və axırıncı surə onların cəmi və axırıncı surə. Nas surəsi 1-ci ayə 4 sözdür, 2 2 4 5 3. Bunların da hamısının cəmi 49-dur. Həm ayə nömrələrinin cəmi, həm də sözlərin cəmi eyni saydadır. Tarazlığı pozmur. 49 49. Bu da təsadüf ola bilməz. Hər şeyə təsadüf, təsadüf, təsadüf və həyatın nə mənası oldu? Ya yaxşı, təsadüf nə olmadı? Bu təsadüfsə mən nədir o təsadüf olmayan? İnşallah mən deyən Allah deyən olsun, qismət olsa bəzi əlavələr falan edirəm. Növbəti danışmaq istədiyim mövzu Məhəmməd Peyğəmbərin gəlini ilə evlənibmi? Bu haqda ağla gələn bütün sualları cavab tapacağıq inşallah.